Choose the correct variant. Doğru variantı seçin. I boşluq in a hurry. So I anytime to phone you. Bu test nümunəsi abituriyentlərimizin həm zamanlarla bağlı biliklərini, həm də cümlənin inkar formasının qurulması ilə bağlı biliklərini yoxlamaq üçün tərtib olunmuşdur. Burada ilk növbədə abituriyentlərimiz no və not ilə bağlı biliklərini yenilənməlidirlər. Bilməlidirlər ki, no özündən sonra birbaşa isimlə işlədilir, amma not isə özündən sonra an, any, many, much kimi təyinecilər işlətdikdən sonra isimlə işlənə bilər. Və cümləmizə diqqət yetirsək görəcəyik ki, burada any işlənmişdir. Buna görə dərhal cavabların içərisində A və B variantlarını silirik. Çünki burada no inkar hissəci işlədildikdə any işlədilməsi doğru deyildir. C bəndi yanlışdır ki, burada abituriyentlərimiz bilməlidirlər ki, have feilinin keçmiş forması yalnız had şəklində mövcuddur. Had got işlədilməsi doğru deyildir. D bəndinə diqqət etirək. Burada cümlənin mənasında yanlışlıq vardır. Ona görə D bəndi doğru deyildir. Çünki cümləni qursaq, I am not in a hurry, so I haven't got any time to phone you. Mən heç tələsmirəm, ona görə də mənim vaxtım yoxdur sənə zəng vurmağa. Bu yanlış fikirdir. D bəndi doğru olacaqdır. I was in a hurry, so I didn't have any time to phone you. Mən tələsirdim, ona görə də vaxtım olmadı sənə zəng vurmağa. Doğru cavabımız məhz E bəndi olacaq.